Pasiyent hüquqlarından danışırıq. Pərvanə xanım, pasiyentin tibbi xidmət zamanı hansı hüquqları var? Pasiyentin sağlamlıq mərkəzinə müraciət etmə hüququ var. Hər hansı bir xəstəliklə bağlı müalicə alma hüququ var. Məxfilik hüququ var, yəni onun müraciəti ilə bağlı hər hansı bir məlumatın kiməsə bölüşməmə hüququ var. Və əgər ona səhv diaqnoz qoyulubsa, təzminat alma hüququ var. Bəs həkim səhvi nəticəsində zərər dəyərsə, vətəndaş nə edə bilər? Həmin həkimin səhvi ucbatından pasiyentə hər hansı bir zərər toxunarsa, onu sübuta yetirərsə, xəstə həqiqətən də bu həkimin səhvi ucbatından olub, o həmin zərəri kompensasiya ilə əvəzləşdirə bilər. Məhkəməyə müraciət edərək əvəzləşdirə bilər. Tibbi xidmətlə bağlı şikayət hara edilir və necə edilir? Tibbi şikayətlə bağlı Səhiyyə Nazirliyinə, bir də təbibə şikayət edilir və ərizə formasında yazılı şəkildə, mütləq yazılı şəkildə xəstənin özünün adı, soyadı, hansı müəssisədə olub, hansı tibb məntəqəsində olub ya hansı mərkəzdə olub, onu qeyd etməklə, bir də həkimin, hansı həkim vasitəsilə ona cərrahi müdaxilə olunubsa, onunla bağlı onları qeyd etməklə Səhiyyə Nazirliyinə müraciət edə bilər və təbibə müraciət edə bilər. Təşəkkür edirəm Pərvanə xanım. Çox sağ olun. Buyurun.